Möhtəşəm mənzil axtardınız. Prospekt yolun kənarı, Heydər Parkı ilə üzbəüz. Bir də gözəl mənzilimiz Saçıq təmirli 105 kvadrat Kupçalı. Dəyərli izləyicimiz parkla üzbəüz. Mərkəzə daxil olub da mənzilə tanış olaq. Bu da mənzilimiz. Mənzilimizin mətbəxidir, qazıdır, aspiratordur, mebeli, gözəl, səliqəli istifadəyə verilib. Dəyərli izləyicimiz, yerlər üstü döşəmədir, gördüyünüz kimi. Təqdimat ilə mətbəxdən başlayırıq. Xanımlarımızın ən sevdiyi mətbəx geniş olanda. Bir dənə mətbəxin genişliğinə baxın, bir dənə qonaq otağı boydadır. Gəl burada panorama ilə tanış olaq. Dəyərli izləyicilərimiz, dostlarımız görsün, qardaş operator. Bir dənə panoramaya bax. Heydər Parkın qarşısı, Heydər Əliyev prospekti tam mərkəzə. Dəyərli izləyicilərimiz, sürət qatarı isə 7 dəqiqə piyada məsafə. Giriş hissəsindən də bir dənə təqdimata başlayaq. Dəyərli izləyicilərimiz üçün görsün ki, necə gözəl evlər çəkirik biz. Bax, bura giriş hissəsidir. Gördüyünüz kimi sertifikatla təmin olunub. Dəyərli izləyicilərimiz, yerlər isti döşəmədir. Burada yerləşir sanitar qovşağı, bütün aksesuarları quraşılıb. Tam qaydasındadır. Xırdalanın tam mərkəzində yerləşir. Dəyərli izləyicilərimiz, Heydər Parkı ilə üzbəüz. Burada yerləşir bizim uşaq yataq otağımız. Uşaq yataq otağının bir dənə oradan göstər, bax. Uşaq yataq otağının düz pəncərəsi də var buradan. Buradan havalandırması da var, yəni havalandırması işləyir. Keçək əsas yataq otağına. 3 otağı düzəlmə, kvadratı 105 kvadrat xanımlar və bəylər. Sənətlə Kupçalı. Gözəl bir dənə yataq otağı burada yerləşir. Lüstudur, pərdəsidir, gizli işıqlardır, hamısı quraşılıb tam qaydasında. Bu yataq otağından da eyvana çıxışı var xanımlar və bəylər. Orta mərtəbə, orta blok. Sənəti isə çıxarış Kupçalı, dəyərli izləyicimiz. Bir dənə qonaq otağına baxın. Otur, səhərə kimi qeybət elə, 10 min dacılar. Qonaq otağı deyirəm sizə. Televizyon kimi quraşdırılıb, qaydasındadır. Qiymət 183 min manat xanımlar və bəylər. Kupçalı ipoteka yararlı. Orta mərtəbə, orta blok. Kimə maraqlı səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Səhifəni takib edin. Unutmayın, sağ olun, var olun.